1000 il əvvəl Slavyanların gəmilərlə Bərdə şəhərinə hücum etdiyini bilirdinizmi? Bəs onların ağır xəstəliyə yoluxub buradan qaçmasından necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. 10-cu əsrin ortalarında Azərbaycan torpaqlarında siyasi pərakəndəlik hökm sürürdü. Bu dövrdə Azərbaycanın şimalında Şirvanşahlar, cənubunda isə Sacilər dövləti mövcud idi. Amma Sacilər dövləti əvvəlki əzəmətini itirmişdi. Bundan istifadə edən Salarilər sülaləsinin nümayəndəsi Mərzban İbn Məhəmməd 941-ci ildə Sacilərin paytaxtı Ərdəbilə hücum edib bu dövlətin varlığına son qoydu. Beləcə Sacilərin idarə etdiyi ərazilərdə yeni bir hərbi siyasi təsisat, Salarilər dövləti yarandı. Dövlətin əsasını qoyan Mərzban İbn Məhəmməd türk mənşəlli Salarilər sülaləsindən olduğuna görə yeni dövlət bu adla tanınmağa başlandı. Salarilər sülaləsinin adına bəzi mənbələrdə müsafir oğulları və ya kəngərlilər formasında da təsadüf olunur. Mərzban İbn Məhəmməd Deylən vilayətində hakimiyyət sürən müsafir oğulları sülaləsinin kəngərli elinin nümayəndəsi Məhəmməd İbn Müsafirin oğlu idi. Onlar xilafətdə göstərdiyi xidmətlərə görə xəlifə tərəfindən Deylən vilayətinə hakim təyin olunmuş nüfuzlu ailələrdən biri idi. Deyləmlilərin etnik mənşəyindən söz düşmüşkən, o dövrdə Xəzər dənizinin cənubunda, yəni Deylən vilayətində İran dilli tayfalarla bərabər türklər də yaşayırdı. 10-cu əsrdə Deyləmdəki ən böyük türk tayfası Salarilər dövlətini yaradan kəngərlilər idi. Ona görə də tarixi mənbələrdə sülalənin adına həm Salari, həm müsafir oğulları, həm də kəngərli formasında təsadüf olunur. Salarilər sülaləsi Ağman və Qaraman olmaqla iki hissəyə ayrılmışdı. Salarilər dövlətini yaradan Mərzban İbn Məhəmməd isə sülalənin Qaraman qolundan idi. Mərzban İbn Məhəmməd Sacilər dövlətinin varlığına son qoyduqdan sonra Ərdəbil şəhərinə yerləşdi. Beləcə Ərdəbil şəhəri Salarilər dövlətinin paytaxtı oldu. Daha sonra Təbriz şəhərini tutan Mərzban İbn Məhəmmədin növbəti hədəfi Azərbaycanın şimal torpaqları idi. 941-957-ci illər aralığında hakimiyyətdə olmuş Mərzban İbn Məhəmməd böyük ordu toplayıb asanlıqla şimaldakı hakimləri məğlub etdi. Bununla da Bərdə və Dəbil kimi iri şəhərləri ələ keçirdi. Uzaqgörən bir lider olan Mərzban İbn Məhəmməd qısa zamanda Şirvanşahlar dövlətini və Dərbənd əmirliyini özündən asılı vəziyyətə saldı. 940-cı illərin əvvəllərində Salarilər dövləti bütün Azərbaycan torpaqlarını bir mərkəzdə birləşdirməyi bacarmışdı. Lakin bu dövrdə regionda böyük bir təhlükə var idi. Bu da Xəzəryanı ərazilərdə qarətlər törədən Slavyanlar idi. (944-cü ilin əvvəlində 50 gəmi ilə yola çıxan Slavyanlar Şirvan ərazisini qarət edib Kür çayının mənsəbinə çatdılar. Kür çayı vasitəsilə ölkənin içərilərinə doğru hərəkət edən Slavyanlar o dövrdə Salarilər dövlətinin nəzarətində olan Bərdə şəhərini hədəf aldılar. Həmin günlərdə əzəmətli Bərdə qalası qətiyyətlə müdafiə olunurdu. Lakin 944-cü ilin yazında hərbi hiylə işlədən Slavyanlar Bərdə qalasına daxil ola bildilər. Həftələrlə davam edən qarət və talanlar zamanı Bərdə əhalisinin böyük bir hissəsi qətlə yetirildi. Özünü şəhərin müdafiəsinə yetirən Mərzban İbn Məhəmməd Slavyanlarla döyüşdə məğlub oldu. Belə olduqda Mərzban İbn Məhəmməd salamat qalmış qüvvələri ilə Dəbil şəhərinə çəkildi. Həmin dövrdə Aran vilayətinin mərkəzi şəhəri olan Bərdə ağır günlərini yaşayırdı. Slavyanlar aylarla Bərdə şəhərini yağmaladılar. Bərdəni isə şəhərdə yayılan epidemiya xilas etdi. Bəzi mənbələrdə bu xəstəliyin vəba olduğu qeyd olunur.
Vəbaya yoluxan slavyanlar xeyli itkilər verdilər. Slavyanlar arasında yayılan vəbadan ürəklənən salarilər vaxt itirmədən şəhərə yaxınlaşdılar. İlk döyüşdə slavyanlar 700 nəfərə yaxın itki verdilər. Belə olduqda slavyanlar Bərdə qalasına sığındılar. Qalanın salarilər tərəfindən mühasirəyə alındığını görən slavyanlar gecə vaxtı gizli yollarla şəhərdən ayrılıb gəmilərlə Bərdəni tərk etdilər. Amma bu hadisədən sonra Aran vilayətinin ən böyük şəhəri olan Bərdə uzun müddət özünə gələ bilmədi. Bu hadisədən sonra Salarilər dövlətinin zəifləmə dövrü başladı. 950-ci illərin əvvəllərində Salarilər şimaldakı əksər torpaqlarını itirdilər. Bunun da əsas səbəbi Şimali Azərbaycanda yeni yaranmış Şəddadilər dövlətinin güclənməsi idi. 957-ci ildə Mərzban ibn Məhəmməd öldü. Hakimiyyətə onun böyük oğlu Güstan ibn Mərzban gəldi. 3 il hakimiyyətdə olmuş Güstanın dövründə dövlət xeyli zəiflədi. Bunun da səbəbi şahzadələr arasında gedən hakimiyyət davası idi. Elə gənc Güstan da bu davanın qurbanı oldu. Onun əmisi oğlu İsmail ibn Vəsudan Salari taxtı uğrunda gedən hakimiyyət davasından qalib ayrılaraq Güstanı həbs etdirdi. 960-cı ildə Güstan qardaşı və anası ilə birlikdə edam olundu. Salarilər dövlətində hakimiyyəti ələ alan İsmail ibn Vəsudanın da hökmranlığı çox sürmədi. Belə ki, 962-ci ildə İsmail vəfat etdi. Hakimiyyətə isə İbrahim ibn Mərzban gəldi. 962-ci ildən 979-cu ilə kimi hakimiyyətdə olan İbrahim ibn Mərzban dövlətin dayaqlarını möhkəmləndirməyə çalışsa da, şəhzadələr arasında gedən taxt davası buna imkan vermədi. 971-ci ildə Şəddadilərə məğlub olub Gəncəni itirən İbrahim ibn Mərzban Ərdəbilə çəkildi və 979-cu ildə burada həbs olundu. Hakimiyyətə isə İsmail ibn Mərzbanın oğlu 2-ci Mərzban gəldi. Bu dövrdə Salarilər Azərbaycanın yalnız cənubuna nəzarət edirdilər. Salarilərin zəifləməyindən istifadə edən Təbriz, Marağa və Əhərə hakimlik edən Rəvvadilər sülaləsinin nümayəndəsi Əbülhica Ərdəbilə hücum edərək 2-ci Mərzbanı taxtdan saldı və beləcə 981-ci ildə Salarilər dövləti süquta uğradı. Düz 40 il mövcud olmuş Salarilər dövlətinin ərazisində mərkəzi Təbriz şəhəri olan Rəvvadilər dövləti yarandı. Ümid edirəm Salarilər dövlətinin tarixi haqqında hazırladığımız bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.